Salam əziz izləyicilər. Demək ki, bu günləri sınaqlar test toplusundan sülh müqavilələri və konferanslar mövzusuna baxacağıq. Ən qədim zamanlardan müasir dövrə qədər bütün sülh müqavilələri və konferansları əhatə edən testi. Birinci sual. Uyğunluğu müəyyən edin. Augsburg sülhü 1555-ci ildə Katoliklərlə protestantlar arasında bağlanıb Almaniyada. Vestfaliya sülhü 1648-ci ildə demək ki, 30 illik müharibədən nəticəsində bağlanmış sülh müqaviləsidir. A bəndi Katolik kilsəsinin bölünməsi rəsmi olaraq qəbul edilir. Bu 1-ə aiddir. 1A. Alman dövlətlərinin müstəqilliyi və öz dinlərini təyin etmə hüququ Vestfaliyaya aiddir. Protestantların dini azadlığı isə rəsmi olaraq Augsburgda tanınmışdır. İlk dəfə olaraq Papanın dövlətlər arasında müqavilədə imzalasına ehtiyac olmamışdır. O da D bəndi aiddir Vestfaliya sülhünə. Avropada dini müharibələr dövrü Vestfaliya sülhündən bitmişdir. Bu da Y bəndi 2-yə aiddir. Onda olacaq 1AC, 2 BDY, yəni A bəndi. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Kadeşi sülh müqaviləsi 13-cü əsr eramızdan əvvəl Misirlə Het dövləti arasında bağlanmışdı. Cənubi Suriya Hetlərin əlində deyil, Şimali Suriya qalmışdı. Bu olmaz. Pinçen müqaviləsinə əsasən Çinin cənubu deyil, şimalı onlara verilmişdi. Bu da səhv cavabdır. Verden müqaviləsi 843-cü ildə bağlanıb Frank imperiyasının parçalanması nəticəsidir. Fransa, Almaniya, İtaliya krallığı yaranıb, İngiltərə olmaz. Salon islahatlarına əsasən Attikanın bütün əhalisi deyil, yalnız yerli sakinlər olan kişilər vətəndaş hüquq almışdı. Cavab qaldı Y bəndi. Axunlar 5-ci yüzillikdə Sasanları məğlub edərək İran yaylasının şərq hissəsini və Türkistanı ələ keçirmişdilər. Berlin Konqresinin qərarına aid deyil. Berlin Konqresi 1878-ci ildə San Stefan sülhünün şərtlərinə baxmaq məqsədi ilə çağırılmışdı. Çünki Almaniya və Avstriya Rusiyanın güclənməsini istəmirdi, o cümlədən digər Avropa ölkələri. Afrikanın cənubu, Seylon adası və Malta İngiltərənin əlinə keçməsi bu Viyana konferansıdır 1814-15-də. Qars Ərdahan Batum Rusiyaya ilhaq edildi. Bəli. Polşanın bir hissəsi Rusiyaya verildi. Bu Viyana konferansının qərarıdır. Onda cavab qaldı 2 ilə 4. Venn diaqramına uyğun ifadələr. Kiçik Yassı müqaviləsi 1791, Kiçik Qaynarca isə 1774-cü ildə Rusiya ilə Türkiyə arasında imzalanmışdı. Demək, burada ortağı tapsaq, yəni 3-ü tapsaq biz, Yekaterinanın dövründə imzalanması. Bu 3-ə D bəndi olacaq. 3-ə D hansı variantlarda var? A ilə C-də. Ona görə Y bəndi B və D ola bilməz. İndi burada cavab ya A-dır ya da C. Baxaq. 1-ə A. Krım və Şərqi Gürcüstanın Rusiya himayəsində qəbul olunması. Bəli, bu 1-ə aiddir. Osmanlı dövləti Krım xanlığının müstəqilliyini tanıyıb. B bəndi. Yassı Kiçik Qaynarcaya əsasən. Qaradənizdə Osmanlı dövlətinin şərəksiz ağalığı başa çatır. Kiçik Qaynarca müqaviləsi ilə Rusiya Osmanlı imperiyasında yaşayan pravoslavlar üzərində güzəşt qazanmışdı Kiçik Qaynarca müqaviləsinə əsasən. Ona görə 1-ə A, 2-yə B, C, 3-ə isə D. Cavab C bəndidir. Verilənlərin aid olduğu sülh müqaviləsini müəyyən edin. Çin Koreyanın müstəqilliyini tanıyır, Tayvan və Liaodun yarımadasından imtina edir, Çin təzminat ödəyir. Bu Çin-Yaponiya müqaviləsinə aiddir. 1895-ci ildə. Nankin müqaviləsi İngiltərə ilə Çin arasında bağlanıb, Pekin müqaviləsi İngiltərə, Fransa, Rusiya və Çin arasında bağlanıb. Ayqun müqaviləsi 1858-də
Rusiya ilə Çin arasında bağlanıb. Portsmut isə 1905-ci ildə Rusiya ilə Yaponiya arasında bağlanmışdır. Uyğunluğu müəyyən edin. Portsmut sülh müqaviləsi. Portsmut sülh müqaviləsi 1905-ci ildədir. Rusiya ilə Yaponiya arasında bağlanmışdı. Bu müqaviləyə əsasən demək ki, Rusiya Yaponiyanın Cənubi Mançuriya və Koreyada şəriksiz ağalığını tanıdı. Yəni 1-ə C bəndi. Pekin müqaviləsinə əsasən Usurski vilayəti Rusiyaya verilir. 2-yə D bəndi. Paris sülh müqaviləsi 1856 Krım müharibəsi nəticəsində bağlanmışdır. Besarabiyanın cənub hissəsi Osmanlıya verildi. Bildiyimiz kimi Rusiya Besarabiyanı Buxarest sülhündə əldə etmişdi 1812-də. Onda olacaq 1C, 2D, 3A. Cavab onda olur B bəndi. Rusiya Qara dənizdə hərbi donanma malik olmaq hüququnu qaralara sahib olmaq hüququndan məhrum olur. Bu Krım müharibəsi nəticəsi 1856-cı ildədir. Göstərilən şərtlərin aid olduğu sülh müqaviləsi. Rusiya Napolyon tərəfindən həyata keçirilmiş işğalları Tilizitdə tanıyıb, İngiltərəyə qarşı kontinental blokadaya qoşulmuşdur. Bəli, bu C bəndidir. Uyğunluq pozulmuşdur. Ədirnə sülhünə əsasən Osmanlı dövləti Rusiyaya təzminat ödəməli idi. Bəli, burada pozulmayıb. Sanistafon müqaviləsindən fərqli olaraq Berlin Konqresinin qərarına əsasən Makedoniya, Şərqi Anadolu Bayazid Osmanlı dövlətinə qaytarıldı. Bu da düzdür. Saint-Germain müqaviləsinə əsasən Avstriya Macaristan imperiyası dağılır. Bəli, bu müqavilə 1-ci Dünya müharibəsindən sonra çağırılmış Versal sisteminə aid olan, yəni imzalanmış Versal sisteminə aid olan müqavilələrdəndir. 1783-cü ildə imzalanmış Versal sülh müqaviləsinə əsasən Alleqan dağlarından Mississippi çayına qədər olan ərazi yeni yaranmış dövlətin sərhədlərinə daxil edildi. Bəli, bu 1775-83-cü illəri əhatə edən Amerikadakı İstiqlal müharibəsi nəticəsidir. Bu da düzdür. Prut sülhünə əsasən Rusiya imperiyası Azov qalasını Osmanlıya qaytardı. Rusiya imperiyası 1721-də yaranıb. Prut sülhü isə 1711-də olub. Ona görə cavab Y bəndidir. O zaman Rusiya imperiya deyildi. 1871-ci ildə imzalanmış Frankfurt müqaviləsi. Frankfurt müqaviləsi Almaniya ilə Fransa arasında bağlanmış müqavilədir. Əhəmiyyətli daş kömür ehtiyatları ilə zəngin olan Elzas Lotaringiya Fransaya verilir. Bu düzdür. Almaniyaya verilir daha doğrusu. Bu düzdür. Avstriyanın iştirakı olmadan yeni ittifaqın yaradılmalı idi. Bu 1866-cı ildə Avstriya ilə Prusiya arasında müharibənin nəticəsidir. Bu olmaz. Müharibədə təzminat kimi 5 milyard fransız franko ödənməli idi. Bəli, bunu da götürürük. Avstriya Şlezvik və Holşteyni Prusiyaya verilməsinə razı olur. Bu da 1866 Sadova döyüşünün nəticəsidir. Təzminat ödənənə qədər Fransanın cənubu deyil, şimalı Fransaya, Almaniyaya verilməlidir. Qeyd edək ki, bu müqavilə Türkmənçay müqaviləsi ilə də oxşarlıq təşkil edir. Çünki həm 5 milyard təzminat var idi. Qacarlar da təzminat ödəməli idi. Burada fransızlar da təzminat ödəməlidir və hər ikisi də təzminat ödənənə qədər ölkəsinin şimalı işğal altında qalmalı idi. Bu da oxşarlıq. Cavab onda olacaq 1-3. Nankin sülh müqaviləsinin şərtlərinə aid olmayanları müəyyən edin. Nankin müqaviləsi 1842-ci ildə İngiltərə ilə Çin arasında bağlanmışdı. İngilis tacirlərinə güzəştlər, eləcə də faktoriyalarda xarici missiya üçün eksterritoriallıq hüququ bəli bir aiddir. Tiryək satışının açıq elan edilməsi Pekin müqaviləsinə aiddir. İngilislərə Çinin 5 limanında 5 şəhərində konsulluq açmaq hüququ verilirdi. Bəli, İngilislər Çində məskən salmaq, qoşun saxlamaq hüququ əldə edirdilər. Çin, Fransa və Böyük Britaniya təzminat ödəyib Pekin müqaviləsində. Cavab 1-3-4-dür. Cavab C bəndi olur.
xronoloji ardıcıllığı müəyyən edək. Demək, Rusiya Qara dənizdə qəti olaraq möhkəmlənib 1791-ci ildə. Rusiyanın Baltik dənizinə çıxış əldə etməsi 1721-ci ildə. Osmanlı dövlətinin bütün Avropa torpaqlarını və Ədirnəni itirməsi 1913-cü il Balkan müharibəsi, 1-ci Balkan müharibəsi. Almaniyanın Fransadan təzminat alması bu 1871-dir. Viyana Konqresindən sonra Avropada yaranmış güc tarazlığının yenidən nizamlanması 1856 Paris müqaviləsidir. Onda cavab olur 2, 1, 5, 4, 3 cavab B bəndidir. Göstərilən şərtlər aiddir. Müharibədən əvvəlki vəziyyət bərpa olundu. ABŞ Kanadaya olan iddialarından əl çəkdi. İngiltərə isə ABŞ-yə öz müstəmləkəsi kimi baxmaq fikrindən əl çəkdi. Bu Kent müqaviləsi 1812-14-cü ildə Amerikada 2-ci İstiqlal müharibəsindən gedir söhbət. Xronoloji ardıcıllığı müəyyən edin. Mudros və Sever müqavilələri ləğv olunur 1923 Lozannada. İkinci Dünya müharibəsi ərəfəsində Türkiyənin bitərəfliyinin əsasının qoyulması bu 1937-ci il Sədabad paktıdır. Almanya, İtaliya, Yaponiya arasında üçlük paktı 1940-cı ildir. Rusiyanın Qars, Ərdahan və Batum vilayətlərini qaytarması, Osmanlıya qaytarması bu 1918-ci il Brest-Litovsk sülhüdür. Ona görə cavab olacaq 4, 3, 2, 1. Öyle olur da 4, 1, 2, 4, 1, 2. 3 cavab C bəndidir. Demək, Reyn təminat paktı 1926-cı ildədir. Almaniya burada bərabər hüquqlu tərəf kimi tanınıb. 1928-ci ildə də İran-Kellogg paktı bağlanmışdı. 1935-də Streza konfransıdır. Demək, Avstriyanın ərazi bütövlüyünün təmin olunması Streza konfransına aiddir. Çexoslovakiyanın Almanlar yaşayan Sudet vilayəti, demək, Almaniyaya verilir bu Münhen sazişi. Ümumiyyətlə B bəndi olanları silmək lazımdır ki, işimiz rahat olsun. D-də var B bəndi, bir də B-də var B bəndi. Bunu sildik. Demək, Fransa, Belçika və Almaniya arasında sərhədlərin toxunulmazlığı təminat altına alınır. Demək, Reyn təminat paktında bu da 1-ə D bəndidir. İran-Kellogg paktında isə tərəflər məsələləri dinc yolla həll etməli idilər. Bu da C bəndidir. Onda cavab D-C-A olacaq. D-C-A A bəndindədir. Moskvada SSR, ABŞ və İngiltərə arasında 1963-cü ildə müqavilə bağlanmışdı. Mətndə bəhs edilən müqavilənin imzalanmasından sonraki dövr. Burada strateji silahların məhdudlaşdırılması 1972-ci ildir. Biri götürürük. Bloklara qoşulmama hərəkatı 1961-dir. Onu götürmürük. Yeni Avropa üçün xartiya 1990-dır. Onu götürürük. Yəni 3-ü. 1, 3 cavab A bəndidir. Behrin böhranı da Berlin böhranı 1961-dir. Xronoloji ardıcıllığı müəyyən edin. Osmanlı İmperiyasının keçmiş müstəmləkəsinin müstəqilliyini tanıması 1774. Kiçik Qaynarca Krımın müstəqilliyini tanıyıb. İngiltərə ilk dəfə olaraq keçmiş müstəmləkəsinin müstəqilliyini 1783-də tanımışdır. Rusiya ilə Respublika arasında tarixi düşmənçilik 1686-da Rusiyanın müqəddəs birliyə qoşulması ilə başa çatmışdır. Kiyevdə daxil olmaqla Dnepr çayının sol sahili Ukraynası Rusiyaya verildi 1667-ci ildə. Demək, cavaba baxsaq, onlar 4, 3, 1, 2 cavab B bəndidir.
Viyana Konqresinin qərarına əsasən Viyana Konqresi 1814-15-ci ildə Napolyon Fransası məğlub edilməsindən sonraki mərhələyə aiddir. Bosniya-Hersegovina bu Avstriyaya verilir müvəqqəti olaraq. Bu aiddir Berlin Konqresinə. Biri çıxıram, bir hansı variantda var, onları silək. Böyük Britaniya, Malta, Seylonu və Afrikanın cənubuna sahib olur, bəli. Rusiya, Polşanın bir hissəsini ilhaq edir, o da bəli. Almaniya Konfederasiyasının yaradılması, onu da götürürük. Rusiya Qars vilayətini və Besarabiyanı aldı. Bu gedəcək Berlin Konqresinə, bunu da götürmürük. Cavab olacaq 2, 3, 4. Cavab C bəndidir. Xronoloji ardıcıllığı alaq. Çernogoriya, Serbiya və Rumıniyanın müstəqil edilməsi 1878 Berlin Konqresi. Besarabiyanın Rusiyaya keçməsi 1812 Buxarest sülhü. Rusiyanın Qaradənizdə hərbi donanma hüququnu saxlamaq hüququndan məhrum edilməsi 1856 Paris sülhü. Yunanistana müstəqillik verilməsi 1830. Əslində 29-da Ədirnədə təsdiq verilmişdi. 30-cu ildə tanındı. Onda burada olacaq cavab 2, 4, 3, 1. Yəni B bəndi. Hadisə nəticə əlaqələrinin doğru verilmədiyi, yəni səhv cavab axtarırıq biz burada. Vestfaliya sülh müqaviləsinin imzalanması. Sülh Avropada dünyəvinin güclənməsinə təkan verir, bəli, bu olar. Bu düzdür. Osmanlı Sultanı 1-ci Süleymanla Fransa arasında ittifaqın qurulması, Osmanlılar arasında fransız tacirlərinə ticarət hüquqlarının verilməsi, bu da düzdür. 1667-ci ildə Rusiya Respublikası arasında müqavilənin imzalanması, Kiyevdə daxil olmaqla Sol Sahil Ukraynasının Rusiyaya verilməsi, bu da düzdür. Prut çayı sahilində sülh müqaviləsinin imzalanması, Rusiya Azov qalasını Osmanlıya qaytardı, bu da düzdür. Vaşinqton konferansının keçirilməsi, müstəmləkələr məsələsi İngiltərə, Fransa, Yaponiyanın xeyrinə həll edildi. Cavab budur, burada yanlışdır. Bu Paris, yəni Versal konferansı 1919-cu ildə çağırılan konferansa aiddir. İngiltərə ABŞ-yə öz müstəmləkəsi üçün baxmasından əl çəkməsi 1814 Kent müqaviləsi, Monroe doktrinası 1823 dünyanın iki hissəyə, yəni Amerika və Avropaya bölünməsi haqqındadır. Rusiya kontinental blokadaya 1807-ci ildə qoşulub Tilsit sülhü ilə. Amurun sol sahili 1858 Ayqun müqaviləsi ilə Rusiyaya verilmişdir. Onda cavab olacaq 3, 1, 2 və 4. Cavab A bəndi çıxır. Uyğunluğu müəyyən edin Lokarno konferansı və Genya konferansı. Lokarno konferansı iqtisadi məsələləri həll etmək. Lokarno konferansı 1925-də çağırılıb. Genya konferansı 1922-də iqtisadi məsələlərlə bağlı çağırılmışdı. Ona görə 2 ilə A bəndi yazaq nağdından. Almaniya, Belçika, Fransa, Böyük Britaniya, İtaliya arasında təminat müqaviləsi Lokarnoda imzalanmışdı. 1-ə B. Tərəflər müharibədən imtina etməyə, bütün münaqişələrin mübahisələri dinc yolla həll etmək öhdələrinə götürürlər. Bu İran-Kellogg paktındadır. Tərəflər komünist təşkilatına qarşı birləşmə, bu antikominterindir. Bu da olmaz. Onda 1B, 2A olar cavab. Yəni Y bəndi. Demək, uyğunluğu müəyyən edin. Rusiya ilə imzalanmış Paris sülh müqaviləsi, San Stefan müqaviləsi, Yunanistan, demək ki, Rusiya ilə imzalanmış Paris sülhü. Burada yəqin ki 1856-cı ildən gedir söhbət. San Stefan da 1856. Burada 78-ci ildən gedir söhbət. Yunanistana müstəqillik əldə edilib. Bu Ədirnə müqaviləsidir. Rumıniya və Bolqaristanın müstəqil olması San Stefana aiddir. 2-yə B. Rusiya 1-ci Aleksandrın dövründə bağlanmışdı. Demək, 1-ci Aleksandr 55-də bitir. Bu 56-dadır. 2-ci Aleksandrın dövrüdür. Daha doğrusu Aleksandrın dövrü 1825-də bitir. Nikolay gəlir. Nikolaydan sonra Aleksandr 2-ci gəlir. Ona görə bu da olmaz.
Sevastopol Rusiyaya geri qaytarıldı. Bəli, bu onlar demək C bəndi Paris sülh müqaviləsinə əsasən. Qars da Osmanlıya qaytarıldı. Bu da belə olar. Kırım müharibəsindən gedir burada söhbət. 1C Y, 2'ye de B. 19. əsrin ikinci yarısında Avstriya ilə Prusiya arasında gedən müharibə nəticəsində demək Alman ittifaqına son qoyuldu. Schleswig və Holstein Prusiya arasında bölündü. Bu səhvdir. Schleswig və Holstein vilayəti Danimarkanın əlindən alındı. Xeyr, 1864'də olub. Prusiya almışdı. Avstriyanın iştirakı olmadan yeni ittifak yarandı. Bəli. 1-4 cavab. Bir də Avstriya Schleswig və Holstein Prusiya verməyə razılıq oldu. Bəli, bu da. 1 ne oldu cavab? 1-4-5. Uyğunluğu müəyyən edin. Tehran konferansı. Avropada ikinci cəhbənin açılması Tehran konferansına aiddir. Almaniya dövlətinin sərhədləri müəyyən olundu və ərazisi 1/4 itirdi. Bu Potsdam konferansına aiddir. SSR'nin qərb sərhədlərinin tanınması Kırım konferansına aiddir. Müharibə canilərini mühakimə etmək üçün beynəlxalq tribunal da demək Potsdam konferansında aid. Gələcəkdə yaradılacaq Birləşmiş Millətlər Təşkilatının iş qaydaları da müəyyən olunmuşdur Kırım konferansında. Demək onda 1A, 2C, Y, 3B, D olur. Xronoloji ardıcıllıq. Almaniya Sudet vilayətinin Almaniyaya verilməsi 1938 Münhen konferansı. Polad Paktının imzalanması 39-cu ildədir. Ne oldu buna? 39-cu ildə demək 39-cu ilə aiddir. Təzədən yazaq onu. Demək Sudet vilayəti 38 Münhendə, Polad Pakt 39 Almaniya İtaliya arasında, Versal sisteminin süqut etməsi 36-cı ildə Reyna ordu yeritmişdi Almaniya. Streza konferansı 35-ci ildə 1900. Onda cavab olacaq 4, sonra 3, 2, 1. Bloklara qoşulmama hərəkatını yaratmışdı. Demək Yugoslaviya, Hindistan və Misir. Sizə təqdim olunmuş mətni diqqətlə oxuyun və 28-30 sayılı tapşırıqların cavabı yerinə yetirin. Görək, 20-ci əsrin 70-ci illərində iqtisadi və sosial problemlər Misirin İsrail ilə yaxınlaşmasına gətirib çıxardır. ABŞ-ın vasitəsilə Misir-İsrail sazişi bağlanır. Lakin bu saziş ərəb dövlətlərinin əksəriyyətinin narazılığına səbəb olur. Burada 1978-ci il Camp David sazişindən gedir söhbət. Məntiqi mətndə haqqında danışılan müqavilənin şərtlərini qeyd edir. Şərt o idi ki, Misir İsraili dövlət kimi tanıyır, İsrail də Sinay yarımadasını Misirə qaytarır. Tarixi biliklərinizə əsasən mətndə bəhs edilən müqavilənin 2 nəticəsini qeyd edin. Nəticədə ərəb dövlətləri arasında birlik demək parçalanmış oldu və Misir İsrailin dövlət müstəqilliyini tanıdı. Sağ olun, bu qədər.